Benim əziz seçkilərim, benim əziz xalqım, mən sizin əllərinizin üstündə gəldim bu mötəbər tribunaya çıxdım. Əgər bu cavanlarınıza, əgər subaylarınıza ev tikə bilməsəniz, mən Xəzər dənizinin suyun qurudub, orada sizin balalarınıza məhlə yer ayıracağım. 10 sotələrinize yer verəcəm ki, orada ev tikəcəm. Meydan torpaq böyüyəndən sonra, ərazimiz böyüyəndən sonra, hətta maşınları bəyənməyəsiniz. Hərənizin bir vertolyot almaq imkanınız olacaq. Bunu sizə mən deyirəm, bu sözü sizə mən verirəm. Sizə gün ağlamaq istəyirdim. Qulaq asmaq istəmirsiniz, heç qulaq asmayın. Bu cemaat hara dağılışıb gedir? Bu cavanlar, bu ağsaqqallardan nə öyrənsinlər? Mənim heç nəyə ehtiyacım yoxdur. Elə bu ekoloji, bu bataqlıqda yaşamaq istəyirlər bunlar. Göl-gölün suyun çəkib bura gətirmək istəyirəm. Mənim çıxışım axıra qədər dinlədiyinizə görə, məni dərk elədiyinizə görə, məni qəbul elədiyinizə görə, məni başa düşdüyünüzə görə sizə mən özlərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu da mənim vizit kartçikam. Xahiş edirəm, gəl tanış olaq. Al bunu qoy cibinə, istədiyin vaxt məni narahat edə bilərsən. Ay kişi, nə seçkilər, nə siyasət, nə böyük siyasət. Qutardın sözü. Hə. Düş aşağı, boçkanı Aşkım, götürüm hə, dedim. hə, Mən bu boçkanın sahibiyəm.